Namaste. Bütün bədən güc dərsinə xoş gəldin. Bu dərsdə biz ayaqlardan etibarən bütün bədənimizin sadə formada da olsa gücləndirməyə yönlənəcəyik. Bu praktikanı sən özünün gündəlik həyatına da daxil edə bilərsən və hər gün biraz icra etdikcə əzələlərindəki güclənməni müşahidə etmiş olacaqsan. Əgər hazırsansa, başlayaq. Gedirik ayağımızın üzərinə. Ayaqlarımız bir yerdə. Diqqət edirik ki, dabanlarımız və baş barmaqlarımız bir-birinə toxunsun. Nəfəsi aldıq. Nəfəsi verdiyimiz zaman dizlərimizi bükəcəyik. Və diqqət edirik, başlanğıc formadayıqsa dizlərimiz barmaqlarımızdan irəliyə keçməsin və qarnımızın alt hissəsini. Əgər çanağın geriyə doğru çıxırsa, qarnın hissən demək ki, açıq qalır və sən qarnının alt hissəsini istifadə etmiş olmursan. Bu səbəblə sənin onurğan yüklənə bilər. Alt hissəsini bir əli qoyuruq qarnımızın altına, digərini isə onurğamızın üzərinə qoyuruq və onurğamızın üzərindən sıxaraq alt qarını yuxarıya doğru, başımıza doğru çəkirik. O zaman əlinlə də hiss edə bilərsən. Qarnında sıxılma, onurğanda isə rahatlanma hiss edəcəksən. Qalırıq 5 nəfəs. Əllərini döş qəfəsində saxlaya bilərsən. 4. Bu dərsimiz əzələlərimizi gücləndirmək üçün istifadə olunduğu üçün biraz yorulacaqsan. 2. Daha bir nəfəsdən aldıq və sağ ayağımızı aparırıq geriyə barmağımızın ucunda. Artxa Yarabhadrasana 1. Diqqət edirik ki, öndəki ayağımız qalsın 90-da. Qarnımızın yenə alt hissəsini yığırıq və arxadakı ayağımızın arxa əzələlərini işə salırıq. 2. 1. Yenidən gəldik. Utkatasana. Yenə diqqət edirik ki, alt qarını başımıza doğru yönləndirək. 4. Çiyinlər aşağı. 3. Budlarında yanma müşahidə edəcəksən. 2. Bu dəfə sol ayağı apardıq geriyə. Yenə arxa bud əzələsini sıxdıq. Dabanımız qalır havada. Diqqət edirik ki, öndəki diz dabana paralel qalsın. 3. 2. Bilirəm, artıq yanma başlayır, amma saxlamağa çalış. Yenidən gəldik. Utkatasana. Sonuncu dəfə. Qaldıq. 4. Diqqət edirik, dizlərimiz barmaqlarımızdan irəliyə doğru keçməsin. 2. Qarın içəri. Daha bir nəfəs. Bu dəfə yenə sağ ayağı apardıq geriyə, saxladıq barmaq ucunda. Arxa əzələni sıxırıq. Dizimiz dabanımızı keçmir. Qaldıq 4. 3. Uzun nəfəs al. Əllərini budunun üzərinə də qoya bilərsən. 2. Alt qarın içəri. Bir dəfə yenə Utkatasana. Sağ ayağı gətirdik, qaldıq 4. 3. Diqqət edirik, dizlərimiz keçməsin. 2. Sonuncu dəfə sol ayağı apardıq geriyə. Artxa Virabhadrasana. Daban qaldı havada 4. 3. 2. Alt qarın içəri, arxadakı ayaq düz. Bud və yan əzələlərimizi işə saldıq. Daha bir nəfəs. Və dizimizi yerə qoyuruq. Ehtiyac varsa biraz dincələ bilərsən bir nəfəs. Gəlirik 4 ayağımızın üzərinə. Sol ayağımızı gətiririk irəliyə doğru. Əgər sənin evdə blokların varsa, onlardan istifadə edə bilərsən. Yoxdursa, hər hansısa bir kitab və yaxud da ki, əlinin altında dəstəkləyici bir vasitəni yerləşdirə bilərsən ovucularının altında. Sağ dizimiz çanağa paralel, sol ayağımız isə önümüzdə düz. Üst bud əzələsini sıxırıq və dizi
buda doğru qaldırırıq. Düz olan ayağımızın barmaqları özümüzə doğru yönlənir. Ardha Hanumanasana. Qalırıq 5. Əgər ölçü sənin üçün aşağıdırsa, yuxarı ölçüdə qalxa bilərsən. Diqqət edirik ki, omurğamızı yumrulamayaq, maksimum düz saxlayaq. Rahat olduqca ovucularını yerə qoya bilərsən və diqqət edirik hər zaman qarnımızın aşağı hissəsindən ayağımıza doğru yaxınlaşaq. Son 2. Daha bir uzun nəfəs icazə ver. Ayağının arxa tərəfi dartınsın, genişlənsin əzələlər. Və bu dəfə öndəki ayağımızın bükürük 90 dərəcəyə və arxadakı ayağımızın maksimal şəkildə geriyə doğru çıxardırıq. Keçirik Anjaneyasana. Çanağımızı önə doğru və arxa ayağın ön hissəsini isə yerə doğru ağırlaşdırırıq. Sənin üçün çətindirsə, dizinin alt hissəsinə, dizində ağrı hiss edirsənsə, dizinin altına yumşaq material yerləşdirə bilərsən. Və diqqət edirik ki, ön dizimiz tabanımızın üzərində olsun. Qalırıq 3. Uzun nəfəs. Hər dəfə çanağını irəliyə doğru ağırlaşdır. 2. Bu dəfə arxa ayağın üst əzələsində dartınma hiss edəcəksən. Daha bir nəfəs. Və tərəfi dəyişirik. Ardha Hanumanasana. Digər tərəfdən sol ayağı apardıq çanağımıza paralel və sağ ayağı gətiririk önümüzdə. Diqqət edirik ki, barmaqlarımız özümüzə doğru yönlənsin. Bud əzələsindən işə salırıq ki, diz qapağı yuxarıya doğru qalxsın, içəriyə doğru keçməsin. Əgər ayağında ekstra açılma hiss edirsənsə, o zaman dizinin yükünü artıra bilərsən. O səbəblə bud əzələsini istifadə etməyə çalış. Yenə blokları yerləşdiririk əlimizin altına. Diqqət edirik omurğamız yumrulanmasın. Əksinə, hər dəfə qarnımızdan etibarən yaxınlaşmaya çalışırıq. Rahat olduqca ovucularını yerə qoyursan, sonra dirsəklərini bükdükcə biraz da yaxınlaşırsan. Qaldıq 3. 2. Hər dəfə ağırlığını mata doğru yönləndir. İcazə ver, ayaq əzələn dartınsın. Daha bir nəfəs. Və yavaş-yavaş itələnirik, otururuq. Keçəcəyik Navasanaya. Navasananın bugün ən sadə formasında icra edəcəyik ki, hər kəs üçün rahat olsun. Əlimizi yerləşdirəcəyik omurğamızın biraz arxasında və alt qarından yenə istifadə edərək ayaqlarımızı qaldıracağıq gözümüzün qarşısında. Barmaqlarımız bizdən əks istiqaməti göstərir və yenə üst bud əzələsini sıxırıq. Əllərimizlə onurğamızın arxasından dəstək alırıq, onurğamız geriyə doğru yıxılmasın. Qaldıq 3. 2. Oturma sümüyündən yuxarını tapırıq, oturma sümüyünün üstündə qalmırıq, dincəlirik. Bir dəfə yenə icra edəcəyik. Ayağımızı qaldırdıq, saxladıq 4. Əllərindən arxadan dəstək al, oturma sümüyündən yuxarını tap. 2. Və 1. Dincəlirik və gəlirik qarnımızın üzərinə. İntensiv şəkildə şalabxasına, sonra isə statik vəziyyətdə saxlamağa çalışacağıq. Əllərimiz bədənimizin yanında. Nəfəsi aldığımız zaman bütün bədəni, ayaqlar, döş qəfəsi və ovucularımızı yerdən qaldıracağıq. Nəfəsi verdiyimiz zaman isə
düşəcəyik aşağı. 4 dəfə yenə nəfəsi aldıq və nəfəsi verdik. Nəfəsi aldıq, yerdən uzaqlaşırıq, nəfəsi veririk. Hər dəfə bütün bədəninin arxa əzələlərini işə sal. Nəfəsi aldıq, xüsusilə ayaq əzələlərini, nəfəsi verdik. Bir dəfə yenə nəfəsi aldıq, nəfəsi verdik. Nəfəsi alıb qalxırıq və saxlayırıq. 4, 3, çiyinlər geriyə, 2, arxa əzələləri sıxdıq, 1 və nəfəsi veririk. Bir dəfə yenə icra edəcəyik, yenə intensiv şəkildə. Nəfəsi aldıq, nəfəsi verdik. Nəfəsi aldıq, nəfəsi verdik. Çalış hər dəfə qalxdığın zaman bədəninin arxa əzələlərini istifadə et. 2 dəfə yenə nəfəsi aldıq, nəfəsi verdik. Sonuncu dəfə nəfəsi aldıq, saxlayırıq 5, 4, arxa əzələlərini işə sal 3, 2 və dincəlirik. Dərsimiz bütün bədən olduğu üçün ayaqlardan etibarən bütün bədənimizi hərəkətə gətiririk. Gəlirik 4 ayağımızın üzərinə. Bir neçə dəfə plank, yəni kum xakasına və oradan da 4 ayağımızın üzərinə düşəcək. Ovucularımızı yerləşdiririk çiynimizin altında, dizlərimiz isə çanaq ölçüsündə. Biraz çiyinlərimizi irəliyə doğru gətirəcəyik ki, özümüzü ovucularımızın içində hiss edə bilək. Daha sonra qarnımızın alt hissəsini yığdıq, çanağı çəkdik qarnımıza doğru, çanaq sümüklərinə. Bir ayağımız düz, bud əzələsini sıxdıq. Daha sonra o birisi ayağı qaldırdıq yerdən. Qaldıq 3, 2, 1. Enirik 4 ayağımızın üzərinə. Bir nəfəs dincəldik. Yenə çiyinlərimiz biraz biləklərimizdən irəliyə doğru, alt qarını yığdıq içəri, sağ ayaq düz və sol ayaq düz, qaldıq 3, boynumuz onurğanın davamı 2 və 1. Dizlərimizi qoyduq yerə, dincəldik. Sonuncu dəfə, bir dəfə yenə nəfəsi aldıq, çiyinlərimiz biləklərdən irəliyə doğru, alt qarını yığdıq içəri, sağ ayaq düz, sol ayaq düz, qaldıq 4, yerdən itələnmə yaradırıq 3, sanki yerdən qalxmaq istəyirik 2 və dincəldik. Bir nəfəs balasına da dincəlin. İcazə ver. Nəfəsin, bədənin sakitləşsin. Və ayaqlarımız düz. Dizlərimizi bükəcəyik, qarnımızı yerləşdirəcəyik budlarımızın üzərinə və tutacağıq dabanlarımızdan. Paschimottanasana variantını icra etməyə çalışacağıq. Diqqət edirik ki, biz ayaqlarımızı açdıqca qarnımız budlarımızdan uzaqlaşmasın və uzaqlaşdığı yerdə dartınmanı dayandırırıq. Qalırıq 3. Əgər artıq sənin üçün rahatdırsa, ayaqlarını aça bilərsən. Yenə diqqət edirik ki, qarnımız budlarımızın üzərində olsun. Boyun sərbəst. Daha bir nəfəs. Başını ayaqlarının üzərinə qoya bilərsən. Əllərimizi yerləşdiririk çanağımızın yanında, ayaqlarımız çanaq ölçüsündə. Nəfəsi aldığımız zaman çanağımızı yerdən uzaqlaşdırırıq. Dabanlarımızı saxladıq yerdə, dizlərimiz çanaq ölçüsündə və yenə bud əzələlərimizi sıxıb çanağımızı havada saxlayırıq ki, qollarımıza düşən ağırlığı
Əllərimiz və ayaqlarımız arasında bölə bilək. Qaldıq 3, ovuculardan itələnmə yaratdıq. 2 və 1. Yavaş-yavaş canağı qoyduq yerə. Ayaqlarımız düz. Ümid edirəm ki, yorulmadın. Şavasanaya keçid edə bilərsən. Özünə zaman ayır. Bədənini, nəfəsini müşahidə et. Növbəti dərsdə görüşənədək.